Səs eşidirsiniz də. Toyota Corolla 2024-cü il. Probeg də 35 mindir. Bu problem elə bunlarda adətən 35 mində başlayır. Toyota Crosslarda isə biraz tez də başlayır. 5 min, 10 min. Toyota Corolla Crosslarda. Bir də Frontlander'dan onlarda. Deməli bu problem yəni ciddi bir problem deyil. Mən bunu işıqlandırmaqda məqsədim nədir? Ki, yəni qorxmayın. Yəni bu Rulavoyda yəni təhlükə yaradacaq bir şey deyil. Yəni yerindən çıxan, qırılan. Sadəcə yaxsızlıqdır. Vaxtında yəni həll eləyin ki, irəlidə problemləriniz böyüməsin. Videonu çəkməkdə məqsədim odur ki, biləsiniz, maraqlanasınız. Yəni kimdə belə bir problem varsa bilsin, müraciət eləmək istəyirsə də müraciət eləyə bilər. Yəni Rulavoy söküləcək, yığılacaq təzədən. Bir də bu bəziləri yazır, zəng edir, yağlama. Yağlama yəni bunda yer yoxdur, oradan çıxıb yağ vurasan. Rulavoy sökülür onun üçün. Yəni sökülür, təzədən yığılır, təzədən yəni yağlanır və orada bir iki iş var, onlar görülür, təzədən qoyulur üstünə. Yəni asan bir proses deyil. Yəni qiymət deyəndə elə bilirlər ki, yəni nədir 5 dəqiqəlik şey, 5 dəqiqəlik şey deyil. 1 saat yarım iş aparır. Yəni bildiyim biləsiniz, video şəklində paylaşıram ki, yəni çox adam sual verir, sualınızı da cavablamış oluram. İzlədiyiniz üçün təşəkkürlər. Kimdə belə bir problem varsa, yenə deyirəm, müraciət eləyə bilər. Qorxulu bir şey deyil. Yəni maşını da pisləmirəm. Yaxınlaşar, inşallah düzəldərik. İzlədiyiniz üçün təşəkkürlər.